özünü bu yaşa kimi formada saxlayıb idmana atmayıb. 50 yaşında gimnastlar belə yarışda çıxış edirsə, deməli gimnastikanın müəyyən bir möcüzəsi var. Bəli, təbii ki, elastiklik, güc, bütün bunlar orqanizmi daha cavan saxlayır. Və əlavə edim ki, digər idman növlərində və ümumiyyətlə gimnastikanın özündə də 50 yaşında vaxtı ilə çıxış edən idmançılar sonradan 50 yaşına çatanda artıq nəvələrini gətirirlər bu yarışlarda. Bəli, Müxtəlif təbii ki. bölmələrdə iştirak eləməyə, məşq eləməyə. Amma görürsünüz ki, Aksata Küsaviçlə bir gün əvvəl təsnifatda da çıxış eləyib və indi də onun adı protokolda var idi, amma görünür nəsə müəyyən bir səbəbə görə meydana çıxa bilməyib. Yiming Chu isə hərəkətləri yerinə yetirir. Hələ artıq bir dəfə enmə edib alətdən. Kobud səhvə yol verib. Və indi sonluğa hazırlıq görür. Hələ ki, müəyyən elementlər qalıb. İkili salto yaxşı alındı. Bəli, enmə daha yaxşı alındı. Və bu da üçüncü rotasiyada artıq sonuncu idmançı idi. Beləliklə, Çin gimnastı da hərəkətləri yerinə yetirdi. Yiming Chu. Təbrikləri qəbul edir, görünür. Komanda yoldaşları onun çıxışından razı qalıblar. İndi isə dördüncü rotasiyada qadın gimnastlar yenə də gimnastika tilində hərəkətləri yerinə yetirəcəklər. Kişilər arasında dayaqlı tullanış yarışlarında təsnifat artıq başa çatdı. Amma dəstəkli atda hələ daha bir qrup qalır. Və burada Belçika, Bolqarıstan, Hindistan, Türkiyə idmançıları eləcə də bir neytral atlet meydana dəvət olunacaq.